Məmnuniyyətlə sizə Bank Teknik'in yeni məsafəli bankçılıq xidmətləri haqqında qısa məlumat vermək istəyirik. Sir deyil ki, internet və onlayn xidmətlər ənənələri ilə seçilən bank sektoruna da öz müsbət təsirini göstərməkdədir. Banklar reallıqlarla ayaqlaşmalı və yeni mühitdə müştəriləri yeni kanallar vasitəsilə cəlb etməlidirlər. Rebrandingdən sonra 2012-ci ilin ortalarından Bank Teknik adından da bəlli olduğu kimi öz inkişafını texnologiyalarla, bank xidmətlərinin müasirləşdirilməsi ilə bağlayırdı. Bu illər ərzində bank xidmətlərini ənənəvi kanallarla yanaşı onlayn kanallar vasitəsilə çatdırmağa can atmışıq və bu işdə böyük təcrübə qazanmışıq. Məhz buna görə bugün əminliklə deyə bilərik ki, biz Bank Teknik olaraq Azərbaycan bazarına yeni, əvvəllər mövcud olmayan məsafəli xidmətlərini təqdim etməyə hazırıq. Teknik Online, Teknik Mobile və Teknik ID sistemləri. Teknik Online məsafəli xidmətlərin əsas hissəsi olmaqla bank hesablarını internet vasitəsilə idarə etməyə imkan verən müasir, distant bank xidməti sistemidir. Teknik Mobile web versiyanı tamamlamaqla mobil telefonlar üçün xüsusi hazırlanmış mobil proqramdır. Teknik ID müasir identifikasiya sistemi, Azərbaycan üçün yeni telebanking xidmətidir. Banka zəng etməklə istənilən əməliyyatı operatora tapşırmaqla həyata keçə biləcəksiniz. Bundan rahat nə ola bilər? Əvvəlcədən xidmətlərin işləyib hazırlanmasına dünyaca məşhur şirkətlər cəlb olunmuşdur. Sistemlər Oracle şirkətinin məhsulları əsasında qurulub. Təhlükəsizlik məsələlərində məsləhətçi şirkət kimi PricewaterhouseCoopers, PwC seçilmişdi. Autentifikasiya və eyniləşdirmə sahələrində liderlərdən olan Vasco şirkəti ilə əməkdaşlıq edilir. Hazırlıq mərhələsində sistemlərin iş prinsipi bir-birini təkrarlamaqla unifikasiyasına nail olunmuş. Eyni zamanda ayrı-ayrı kanalların xüsusiyyətləri nəzərə alınmışdır. Təqdim etdiyimiz xidmətlərin əsas üstünlüklərindən biri də odur ki, bizim məsafəli bankçılıq xidmətlərindən hamı yararlana bilər. Fərqi yoxdur, hüquqi şəxs və ya fiziki, kart hesabı sahibi və ya cari. Bizim xidmətlərimiz bütün müştərilərimizi əhatə edir. Xidmətlərin imkanlarını web versiya, Teknik Online internet bankçılığı əsasında göstərilir. Ümumilikdə burada 18 istiqamət üzrə 75 xidmət əhatə olunur. Bu isə öz növbəsində bankımızın təqdim etdiyi bütün xidmətlərin 95% deməkdir. Yəni bəzi əməliyyatlar istisna olunmaqla demək olar ki, bütün bank xidmətləri sizin kompüterinizə köçürülür. İlk olaraq yaranan sual, sistemə kim qoşula bilər və bu necə baş verir? Sistemə Bank Teknikdə hesabı, o cümlədən kart hesabı olan fiziki və hüquqi şəxslər qeydiyyatdan keçə bilər. Bunun üçün banka yaxınlaşaraq müvafiq ərizə formasını doldurmaq və xidmət müqaviləsini imzalamaq kifayətdir. Xüsusi məqam burada odur ki, məsafəli xidmətlərdən istifadə tamamilə pulsuzdur. Bank əməliyyatlarının tarifləri isə ənənəvi kanallara baxdıqda əhəmiyyətli dərəcədə aşağıdır. Sənədləşmə bitdikdən sonra bir iş günü ərzində ərizədə göstərdiyiniz elektron poçt ünvanına və mobil telefon nömrəsinə sistemə ilk giriş üçün login, elektron poçt ünvanına və şifrə mobil telefona göndəriləcək. Bu o deməkdir ki, siz artıq sistem istifadəçisiniz. Sistemə giriş online.bankteknik.az səhifəsindən aparılır. Bu məqamda bir qədər məsafəli kanalların təhlükəsizliyindən sizə məlumat vermək istəyirik. Distant bank xidmətlərinin təhlükəsizliyi müasir informasiya qorunma vasitələri ilə təmin olunur. Bütün məlumatlar qorunan TLS, Transport Layer Security protokolu vasitəsilə şifrələnir. Bütün məlumatlar bankın qorunan serverində saxlanılır. Bu isə deməkdir ki, sizin şəxsi məlumatlarınız bank tərəfindən qorunur. Tərəflərin kriptoqrafik eyniləşdirmə mexanizmi tanınma prosedurunun etibarlılığını təmin edir. Belə ki, müştərinin özündən başqa heç kim əməliyyat apara bilməz. Burada daha bir yeni məhsulumuzu təqdim etmək yerinə düşərdi. Buyurun, display kartlar artıq Azərbaycanda. Texnoloji kart Bank Teknikin məsafəli bankçılıq xidmətlərində istifadəçinin təhlükəsiz və rahat eyniləşdirilməsini təmin etməklə internetdə maliyyə əməliyyatları zamanı da ən mükəmməl ödəniş üsulu hesab edilir. Əgər indiki zamanda Azərbaycanda bir dəfəlik kodlar SMS və ya ATM vasitəsilə verilirdirsə və bu kifayət qədər təhlükəli və narahatdırsa, Bank Teknik dünyada belə yeni hesab edilən display kartları milli bazara çıxardır. Bu kartlar təhlükəsizliyin ən yüksək səviyyəsini təmin edir. Maqnit zolağı və çipdən əlavə bu kartın üzərində kiçik maye kristal ekran və düymə yerləşir. Düyməni sıxdıqda displeydə internet əməliyyatı keçirmək üçün hər dəfə xüsusi bir dəfəlik kod əks olunur. Bu növ kartlar digər bank kartları ilə eyni ölçüdədir və ümumi istifadə oluna bilər.
Display kartlar məsafəli xidmətlərimizin ayrılmaz tərkib hissəsi olmaqla bu xidmətləri təkmilləşdirir və Azərbaycanda onlayn bankçılığı yeni müstəviyyəyə yüksəldir. Hər dəfə sistemdən istifadə etdikdə login və şifrə ilə yanaşı, display kartla generasiya edilən bir dəfəlik kodu daxil etməklə təhlükəsizliyiniz ən yüksək səviyyədə qorunacaq. Bu əməliyyatı yerinə yetirdikdən sonra sistemin ilk səhifəsi açılacaq və burada siz əsas menyuları görə biləcəksiniz. Accounts, hesablar, Loans, kreditlər, Payments, köçürmələr, Tools, alətlər, Customer Services, müştəri xidmətləri, Transaction Activities, əməliyyatlara dair məlumatlar, Cards, ödəniş kartları. Menyunun lazımi bəndini seçməklə bölmədə əməliyyatların yerinə yetirilməsi üçün səhifəyə daxil olacaqsınız. İlk olaraq hesablar bölümünə nəzər salaq. Bu menyu vasitəsilə siz yeni əmanət yerləşdirə, açılmış əmanətləri nəzərdən keçirə, bank texnikdəki hesablarınız barədə ətraflı məlumat ala, müxtəlif növ çıxarışları əldə edə, yeni hesab aça və hesablarınıza dair digər əməliyyatları apara bilərsiniz. Yəni hesablarınız barədə maksimum geniş mənzərəyə sahib ola biləcəksiniz. Kreditlər menyusundan kredit borcunuzu nağdsız qaydada ödəyə, kredit üzrə ödəniş məbləğini və ödənişin son tarixini, habelə kredit məhsulları üzrə ətraflı məlumatları öyrənə bilərsiniz. Köçürmələr bölməsi. Bu bölmə haqqında biraz ətraflı məlumat vermək istəyirik. Buradan istənilən növ ödənişləri etmək mümkündür. Vəsaitləri həm bank daxilində, fiziki və hüquqi şəxslərə, həm də digər banklara, o cümlədən xarici banklara köçürmək, ƏDV və digər vergiləri ödəmək, nağdsız konvertasiya əməliyyatlarını keçirmək, dövrü ödənişlər etmək, nağdsız qaydada kreditləri ödəmək və əmanətlərə əlavə vəsait yatırmaq mümkündür. Əgər əvvəl hansısa ödəniş üçün banka gəlmək məcburiyyəti yaşanırdı, indi bunu 3-4 xananı doldurmaqla həyata keçirə biləcəksiniz. Qeyd edək ki, bütün maliyyə əməliyyatları aparıldıqda, sonda sistem mütləq şəkildə bir dəfəlik kodu tələb edəcək. Müştərinin rahatlığı üçün alətlər bölməsinə bank bəzi faydalı məlumatları daxil edib. Burada bankomatların, filial və bölmələrin yerləşməsi, onlarla əlaqə barədə ətraflı məlumat, valyuta məzənnələrinin gündəlik yenilənən tablosu, tariflər cədvəli yer alıb. Bir daha vurğulayaq ki, məsafəli xidmətlərin tarifləri adi tariflərlə müqayisədə qat-qat aşağıdır. Müştəri xidmətləri bölməsində əsasən sistemə dair seçənəklər və tənzimləmələr yerləşdirilib. Həmçinin buradan hər bir istifadəçi bankla güvənli əlaqə yarada bilər. Sözsüz ki, elektron poçtla iş zamanı yüksək səviyyədə məxfiliyə zəmanət verilir. Əməliyyatlara dair məlumat bölməsindən müştəri sistem vasitəsilə həyata keçirdiyi əməliyyatların statusuna baxa bilər, maliyyə tapşırıqlarının gedişatını izləyə bilər. Və nəhayət, kartlar menyusu. Burada kartlara dair istənilən əməliyyat aparmaq, o cümlədən kartla ödənişlər etmək, kartdan karta və hətta kartdan hesaba köçürmələr etmək, kart barədə bütün məlumatları nəzərdən keçirmək, çıxarışlar əldə etmək, SMS banking xidmətinə qoşulmaq, kartı bloklamaq və ya müvəqqəti bağlamaq mümkündür. Həmçinin buradan rahatlıqla yeni kart sifariş etmək imkanı mövcuddur. Təbii ki, qısa çıxış zamanı sistemin bütün üstünlüklərini əhatə etmək çətindir. Sistemin imkanları çox genişdir. Bircə onu qeyd edək ki, məsafəli bankçılıq anlamı həqiqi mənada Azərbaycana gəlib. Bu faktdır. Müştərilərimizin banka gəlməyə ehtiyacı yoxdur artıq. İstəyir fiziki və hüquqi şəxs olsun. Bir qədər də Tiknik Mobile mobil tətbiqi haqqında məlumat vermək istəyirik. Bildiyiniz kimi, gündən-günə mobil cihazların istifadəsi sürətlə artır və insanlar bir çox hərəkəti mobil cihazları vasitəsilə edirlər. Məhz buna görə smartfon və planşetlər üçün məsafəli xidmətlərin xüsusi mobil tətbiqinin yaradılması qərarı alınmışdı. Tətbiqi artıq iOS üçün App Store, Android üçün Google Play-in onlayn mağazalarından yükləmək mümkündür. Burada web versiyadan fərqli olaraq nisbətən az xidmət təklif olunur. 50-dən artıq və bu həm təhlükəsizlik, həmçinin mobil telefonların məhdudiyyətləri ilə əlaqədardır. Tiknik ID sisteminə gəldikdə bir daha vurğulayaq ki, Azərbaycanda ilk olaraq Bank Teknik bu növ xidməti istifadəyə verir. Düzdür, bəzi həmkarlarımız telefon vasitəsilə kartlar üzrə informativ xidmətlər göstərirlər. Lakin tam şəkildə telefon əlaqəsi vasitəsilə bankçılıq xidmətlərini Telebanking məhz Bank Teknik təqdim edir. Zəng edib, rahat display kart vasitəsilə eyniləşdirmədən keçdikdən sonra operatora istənilən tapşırığı verə bilərsiniz və tapşırığınızın dərhal icrasına başlanacaq. Təbii ki, sistemlərin təqdimatı və işə salınması ilk addımdır və gələcəkdə yeni xidmət və məhsullarımızı istifadəyə vermək niyyətindəyik. Azərbaycana yenilik gətirməkdə davam edəcəyik.
Dəyərli vaxtınızı çox almaq istəmirik. Sadəcə olaraq sizi bu xidmətlərdən istifadə etməyə və öz təcrübənizdə rahatlığını hiss etməyə dəvət edirik. Diqqətinizə görə çox sağ olun.